insanlara bəzən dinin həqiqətləri doğru şəkildə təqdim edilməyib. Burada təqdimat çox önəmlidir. Bir də təyinat çox önəmlidir. Belə desək, bəli, bir güldanın təyinatı onun içinə çiçək qoyulmasıdır. Gül qoyulması üçün istifadə olunur. Bir saatın təyinatı, saatın neçə olmasını bilmək üçün ondan istifadə olunmasıdır. Dinin də təyinatı dediyimiz kimi insanın kamil insan ideyasına yiyələnib bu missiyaya çatmasıdır. Amma burada bir məsələ var. Ola bilər ki, güldandan təyinatına uyğun istifadə olunmasın. Kiməsə zərər vermək üçün zərər verici alət olaraq istifadə olunsun. Halbuki onun təyinatı o deyil. Dinin də təyinatı hər nə qədər mənəvi saflıq olsa da, ondan doğru şəkildə istifadə olunmayanda, mənfi şəkildə təyinatına uyğun deyil, yanlış şəkildə istifadə olunanda problemlər meydana gəlir. Çox da belə fəlsəfi analiz. Və bir də bağışlayın, bir qeyd də demək istərdim ki, təqdimat problemi də budur ki, bəzən dinin, İslamın bütün göstərişləri ağıl üzərində və eyni zamanda mənəvi paçlığı ifadə edir. Amma bəzən əksinə, bundan qərəzli şəkildə istifadə edən insanlar yanlış bir düşüncəni elə doğru metodla istifadə edirlər ki, yanlış doğru kimi görünür. Bəzən də doğru bir söz elə yanlış şəkildə təqdim olunur ki, onun doğruluğu ölür və cəmiyyətdəki insanlar onu geridə qalmışlıq kimi görürlər. Məsələn, bizim bildiyimiz, elə bayaq qeyd etdiyimiz elə dindarlıq ifadəsi bunun, belə desək, ən bariz nümunəsidir. Bir də radikallıq ifadəsi. Belə sual vermək lazımdır. İslam dinində də radikallıq varmı? Xeyr, yoxdur. Bəs necə olur biz bu radikallıq ifadəsini bəzən İslamın yanında istifadə etmiş olur? Bəzən yox, çox vaxt eşidir. Bəs İslam dinində dindarlıq varmı? İndi bağışlayın, indi bu ifadəni açıqlayıb bura gələcəm. Radikallıq əsla İslam dinində yoxdur. Radikallıq dedikdə biz anlamalıyıq ki, dinin əsasında, qayəsində radikallıq yoxdur. Radikallıq bir insanın dinə üst tutarkən öz xarakterini dinə uyğunlaşdırması yox, dini öz xarakterinə uyğunlaşdırmasına başladığı zaman baş verir. Nəyə görə? Bir insan əsəbidir, aqressivdir. O dini üst tutanda, din deyir ki, zamanla o səbirli insana çevrilməlidir, daha da sakit olmalıdır, huzurlu şəkildə olmalıdır. Biz bunun əksini görürük. Görürük ki, insanlar aqressivdir, bəzən dini üst tutanda daha aqressiv olurlar. Niyə? Çünki o, dini öz xarakterinə uyğunlaşdırmağa başlayır. Bəzən də qeyd etdiyiniz kimi, yozun edəndə öz nəfsinə uyğun şəkildə yozun edir. Elə bir dairəni axtarır ki, onun əhvalına uyğun olsun. Uyğun şəkildə. Bir də sizin sualınız uyğun. Dindarlığa gəldikdə, İslam dinində dindarlıq dediyimiz kimi status deyil. Dindarlıq yaşantıdır.